İsmail rayon mərkəzində xəstəxana tərəflərdə belə bir həyət evimiz satılır. O həyət tindən, belə deyirəm, bu videonun tinin hissəsindən gəlir belənciyinə durduğum yerə. Bu formada bura kimi. Belə. Evə kimi. Belə. Buradan da belənciyinə bu formada yoludur. Ki orada opşi yoldur. Buradan da yolu verilir. Həyətdən kəsilib satılır da ev qarışıq. Həyətdə biraz özlər üçün saxlayacaq ev yiyəsi. 7 sot həyətimizdir. Çox gözəl bir yerdə bütün kommunal xəttlər var. Qaz, su, işıq, internet, kanalizasiya, bütün kommunal xəttlərimiz var. Belə bu formada bir tikilidir. Mansarlı. Qəşəng geniş. Burada qarşısında alan adam qarşısında hovuz da tikə bilər. Qəşəng geniş yeri qalır. İstəyən buradan qapı açıb evi yarı bölüb kirayə də verə bilər yarı hissəsini. İstəyən məsələn buranı da belə birləşdirib əlavə otaqlar kimi də eləyə bilər. O belənciyinə. Buradan girək evimizin içinə. Əvvəl evimizi bir dənə soldan çəkək, sonra girək evimizin içinə. Düz evimiz tam hazır vəziyyətdə deyil, amma qəşəng bir dizaynda tikilibdir. Ki istədiyiniz kimi artırma da eləyə bilirsiniz. Bu formada. Həyətində kaçalkası, yerdən çıxma kaçalka suyu, təbii su, böşmə suyu, krantı. Ya Allah. Bu formada bir zaldır. Evimizin birinci mərtəbəsi. Bir mərtəbəli olmalı ilə birinci mərtəbə və mansardır. Formada bir zaldır. Burada bir otağımız hazırdır. Formada. Bura bir otaqdır. Mətbəx kimi istifadə edirlər. Yəni bir otaqdır burada. Burada digər otağımız. Buranın da nəzərdə tutulub sanitar qovşaq kimi. Formada. Burada kombi yeri, razvalkası bu hissə tutulur. Burada sanitar qovşağı. Buradan mansara çıxışda bunu birazdan göstərəcək. Burada iri geniş bir zaldır. Formada bayaq dediyim kimi buranı bağlayıb qapı hissəni. Buradan əlavə qapı açılır. Məsəl üçün otaqlar kimi də düzəldib. Darvaza yeri açıb ora yoldur. Yəni darvaza yeri açıb, qapı yeri açıb ayrı bir ev kimi kirayə də vermək olar. Və yaxud da buranı da otaqlara bölmək mümkündür. İndi hər kəsin öz dizaynına uyğun. Yəni buradan pəncərə açmağa da yer var. Yəni beləsinə geniş bir zaldır burada. Və buradan da çıxırıq mansara. Belə bu formada yığılmış pilləkəni. Yəni burada mansarımız. Bu belə pəncərələri. Buradan da belə dağlar falan görünür hamısı. Buradan da gedirik mansarın qarşısındakı balkona. Burada belə balkonumuz. Yenə də həyəti göstərək yuxarıdan. Bu formada. Buradan da belə dağ mənzərəsi. Formada 7 sot həyətin içində belə gözəl bir mansarı yarım tikili evimiz satışa çıxarılıb.
cüt qat barıdır. Çay daşınan kubikdən istifadə olunub tikintidə. Yəni gözəl bir dizayndır. Gözəl bir yerdə də yerləşir, rayon mərkəzində. Xəstəxana tərəflərdə.